Daxili test 67-ci hissə 5-ci sinif ingilis dili. 1. Choose the correct variant. Düzgün variantı seçin. A small food shop near our house. Zeri-zera tipli cümləyə aiddir. Bu sual zeri-zera vardır deməkdir. Təkdə olanda isim zeriz işlənir, cəmdə olanda zera işlənir. Small food shop near our house. Burada görürük ki, kiçik ərzaq mağazası bizim evin yaxınlığında kiçik ərzaq mağazası var. Shop təkdədir. Buna görə onunla zeriz işlənəcək. Zeriz small food shop near our house. A bəndi doğru cavabdır. B bəndi zeradır, olmaz. Zera əgər shops olsaydı zera işlənərdi. Zerarın da işlənməz. Yenə də cəm isimlərlə işlənir. İzzəyə olmaz çünki cümlə təsdiq cümləsidir. A bəndi doğru cavabdır. İkinci sual. Choose a correct article. Düzgün artikelları seçin. We buy chocolate and cookies at supermarket. Görürük ki, burada biz supermarketdə şokolad və peçeni aldıq. Chocolate sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlərlə qeyri-müəyyən artikel işlənməz. Ona görə birinci tərəfdə artikel olmaz. And cookies. Cookies də cəmdədir. Cəm isimlərdən də qeyri-müəyyən artikel işlənməz. Burada da artikel işlənməz. C bəndi doğru cavabdır. Üçüncü sual. When are An and Ben going to meet? Haçan An və Ben görüşəcəklər. An. Ben, are you free on Friday? Sən 5-ci gün boşsanmı? No, I am not. Yox. I am going to the sport olma. İdman zalına gedirəm. Can you bring me your English book tomorrow? Sən mənə öz ingilisli kitabını sabah gətirə bilərsənmi? Yes, I can. Bəli. Oh, that's okay. What time? Saat neçədə? 2 o'clock. Okay, see you tomorrow. Sabah görüşəcək. Bye. İndi harçan görüşəcəklər? Today. Bugün görüşməzlər. At 1 o'clock. At 1 o'clock yəni saat 1-də görüşməyəcəklər. Onlar saat 2-də görüşəcəklər. Tomorrow sabah görüşəcəklər. Düzdür, bəli. Onlar sabah saat 2-də görüşəcəklər. C bəndi doğru cavabdır. On Friday. On Friday olmaz çünki 5-ci gün onlar görüşmürlər. Çünki burada var ki, ben are you free on Friday deyil. Yox. Mən 5-ci gün idman zalına gedirəm. Düzgün cavab C bəndidir. 4-cü sualın cavabını da şərtlərdə videonun altında yazarsınız.